Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun media mərkəzində keçirilən mətbuat konfransında insan haqlarının kobud şəkildə pozulmasından və məmurların özbaşınalığından danışılıb. Kürdəmir rayonunun Mollakənd kəndinin sakini İftixar Ağayev 2007-ci ildə Xırdalandakı Azbentonit zavodunda istehsalat xəsarəti alıb, iş zamanı 4 barmağını itirib. Xəsarət alan kimi sex rəisi, texniki təhlükəsizlik şöbəsinin müdürü və baş mühəndis onu Topçubaşov adına xəstəxanaya aparıblar. Və Ağayev əməliyyat olunub. Hadisə barədə hüquqi mühafizə orqanlarına məlumat verilməyib. Bundan əlavə İftixar Ağayevə hədə-qorxu gəliblər. Hətta bir ay hansısa evdə girov saxlayaraq ona yalnız su çörək veriblər. Ağayev məcburi əsirlikdən birtəhər canını qurtara bilib. Bundan sonra Azbentonit zavodunun təsisçisi Aydın Məmmədov və icraçı direktor Yasin Xəlilov onu şikayət etsə, anası ilə haqq hesab çəkəcəkləri ilə hədələyiblər. İşdən İftixar Ağayevə 700 manat pul veriblər, amma pensiya düzəltməyiblər. Dövlət Sosial Müdafiə Komissiyasında onu 3-cü dərəcəli əlil qrupuna daxil ediblər və buna görə hər ay 30 manat alıb. Sənədlərdə də qeyd olunub ki, Ağayev istehsalat yox, məişət xəsarət alıb. Onu yaşıllaşdırma işinə sonra da mühafizəyə keçiriblər. Lakin 2010-cu ildə akkumulyator oğurluğunda ittiham edərək oradan da çıxarıblar. Ağayev Nəqliyyat naziri Ziya Məmmədova Azbentonit şirkəti ona məxsusdur və Ombudsman Elmira Süleymanovaya şikayət edib. Birinci, bunun ona aidiyyəti olmadığını, Ombudsman isə müdaxilə edə bilməyəcəyini bildirib. Ağayev Mehriban Əliyevaya telegram göndərib. 2010-cu ildə Əliyeva Ziya Məmmədov və Elmira Süleymanovanın iştirakı ilə onu qəbul edib. Əliyeva onları çağırdı və dedi ki, mən qorxmadan baş verənləri olduğu kimi danışım. Mən də bunu etdim. Mehriban xanım Ziya Məmmədova dedi ki, məni işə bərpa etsin. O həmçinin qeyd etdi ki, əgər mənə bir şey olsa, naziri cəzalandıracaq deyə İftixar Ağayev bildirib. Onun sözlərinə görə işə bərpa olunub, lakin bir il yarımdan sonra qovulub. Vəkil Tağı Hüseynovun fikrincə İftixar Ağayevə qarşı çoxsaylı qanun pozuntularına və birbaşa cinayətlərə yol verilib. O, həmçinin Nazirlər Kabinetinin 2000-ci il tarixli sərəncamını xatırladıb. Sərəncama görə bütün istehsalat xəsarətləri və bədbəxt hadisələr qeydiyyata alınmalıdır. Zavod rəhbərliyi isə nəinki bu faktı gizlədib, həm də öz əməkdaşını girov götürüb. Hüquq mühafizəçisi Ələkbər Məmmədov bildirib ki, bu hadisə mütləq ictimaiyyətin müzakirəsinə çıxarılmalıdır. O, ölkə prezidentinə, Daxili İşlər Nazirliyi rəhbərinə, baş prokurora, ombudsmana müraciət göndərmək niyyətindədir.